Salam, xoş gördük hər birinizi, hörmətli 9-cu sinif Azərbaycan dilinin rus bölməsinin şagirdləri, Azərbaycan dilinin dövlət dili kimi imtahan verən şagirdlər. 4 may 2025-ci il tarixində A variantında verilmiş mətnin birini oxuyub anlamanı, oxuyub düzgün cavabları səsləndirəcəyəm. Bir gün varlı, ancaq varlı olduğu qədər xəsis olan bir tacir ağzınacan dolu pul kisəsini yolda itirmişdi. Bütün gecəni yata bilməyən tacir səhər tezdən durub şəhər hakiminin yanına gəlir və ondan xahiş edir. Köməksizlərin köməyi, məni bu bəladan qurtar. Bütün məmləkətə elan et ki, hamı pul kisəmi axtarsın. Tapana onun içindəki 400 qızılın 40-ını hədiyyə edəcəyəm. Hakim belə etdi. 3 gündən sonra kasıb bir qadın hakimin yanına gəlib, içində 400 qızıl olan pul kisəsini ona verdi. Hakim əmr etdi ki, taciri çağırsınlar. Tacir gəldi və pul kisəsini görüb çox sevindi. Sonra kisənin içindəki pulları saymağa başladı və birdən qışqırdı. Pulların hamısı yerində deyil. Bu 400 qızılın qızıldan savayı orada 4 dənə Venesiya qızılı vardı. Hakim anladı ki, gözü doymayan tacir verdiyi vədi yerinə yetirmək istəmir. O dedi, deməli bu pul kisəsi sənin deyil. Çünki bu günlərdə mən də pul kisəmi itirmişəm. Orada yalnız 400 qızıl var idi. Bir dənə də olsun Venesiya qızılı yox idi. Pul kisəsini mənimdir. Daha sonra hakim qadına üst tutdu. Dövləti olan yox, səxavətli olan yaxşı insandır. Yəni dövləti olan insan deyil də, səxavətli insanlar yaxşı insan hesab olunur. Mən dürüstlüyünlə, təmiz qəlbinlə, qızıl xasiyyətinlə çoxlarına sən nümunə oldun. Mən də bunu bəxşiş olaraq elə sənin özünə qaytarıram. Uşaqlar, ilk öncə onu deyim ki, mətndə nömrələnmiş sözlər olanda, fərqli kursorlarda yazılan sözlər olanda, nömrələnmiş sözlər, nömrələnmiş hissələr olanda, yarımbaşlıqlar olanda həmin məqamlara xüsusi diqqət edin. Bizim oxuyub anlamamızı oxuduqdan sonra mətnin məzmununa uyğun olan atalar sözünü müəyyən et. Hirsli başda ağıl olmaz. Yəni bu mətnin kontekstinə uyğun deyil. İlk öncə birlə olan variantları çıxardırıq içərisindən. Daha sonra çox istəyən azdan olar. 2, bəli. Daha sonra kasıblıq eyib deyil, oğurluq eyibdir. 3. Sonra xəsis acgöz olar. Xəssisə zərər verərsən, pulsuzdur deyə, zəhər verərsən, pulsuzdur deyə içər. Bu testdə düzgün cavab, uşaqlar, D variantı 2-4-dür. Çox istəyən azdan olar, xəsis acgöz olar. Daha sonra keçdik növbəti 16-cı suala. Mətndə altından xətt çəkilmiş ifadəni hansı sözlə əvəz edə bilərik? Altından xətt çəkilmiş ifadəni gəlin axtaraq tapaq. Səxavətli. Dövləti çox olan yox, səxavətli olan yaxşı insandır. Səxavətli 1, yəni 2, geniş ürəkli, 4, əli açıq. 2, 4. Düzgün cavab 16-cı sualda A variantı. 17-ci sualda düzgün cavab üzərində rəqəm yazılmış hansı ifadələr məcazi mənalıdır? Rəqəm yazılmış hansı ifadələr məcazi mənalıdır? Gəlin baxaq. Gözü doymayan 3 məcazi mənadadır. Sonra təmiz qəlbli 4, qızıl xasiyyət 5. 3, 4, 5. Hansındadır? 17-ci sual D variantı. Keçək 18-ci suala. 18-ci sualda deməli sual oxuyum. Tacirin sözləri kasıb qadın təşvişə salsa da hakimi heç də təəccübləndirmədi. Mətnin hansı hissəsinə əlavə etsək, fikirlər arasında əlaqə pozulmaz. Uşaqlar, burada mətnin hansı deməli hansı hissədir? 3-cü hissəyə. 3-cü hissəyə əlavə etsək, burada deməli tacirin sözləri kasıb qadını təşvişə salsa da hakimi isə təəccübləndirmədi. 3-cü hissəyə bu hissəyə əlavə edirik. Hakim anladı ki, 3-cü hissə. Cavab A variantı. 18-ci sual A variantı.
19-cu sualda düzgün cavab B variantıdır. Əsas, giriş, hissə və sonluq uyğunlaşdıranda. 20-ci sualda düzgün cavabımız deməli qadının gözü tox olması hakim tərəfindən mükafatlandırıldı. Birinci, daha sonra hakim itilmiş pul kisəsini haqqında elan verir. 4, 1, 4. Hakim vədinə əməl etməyən tacirə yaxşı dərs və 1, 4, 5. 20-ci sualda düzgün cavab A variantıdır. 21-ci sualda bəxşiş sözü bağışlamaq deməkdir də. Yəni bəxşiş edirsən, bağışlayırsan, hədiyyə verirsən. Bağışlanan pul və ya qiymətli hədiyyə mükafat. 21-ci sualın cavabı E-dir. 22-ci sual açıq sualdır və sizdən 2 dənə xüsusiyyət istəyirdi. Burada da bu testi işləyən şagird yazıb ki, xəsis və ya gözü doymayan 2 söz. Açıq sualdır. Bu qədər uşaqlar növbəti mətndə oxuyub anlamanın düzgün cavablarını növbəti paylaşımda yazacağım.